Sumqayıt şəhərində əhalinin sağlamlığının qorunması, yaşayış mühitinin sanitar vəziyyətinin yaxşılaşdırılması və infeksion xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Şəhərin çoxmərtəbəli və çoxmənzilli binaları, park və xiyabanları, eləcə də müxtəlif iaşə obyektləri dezinfeksiya və deratizasiya tədbirlərinin əhatəsindədir. İşlər Sumqayıt şəhər Dezinfeksiya İdarəsi tərəfindən əvvəlcədən hazırlanmış qrafik əsasında mütəmadi və planlı şəkildə həyata keçirilir. Gün ərzində idarənin əməkdaşları şəhərin müxtəlif ərazilərində profilaktik tədbirlər aparır, binaların zirzəmilərində, ümumi istifadə sahələrində, həyətyanı ərazilərdə və digər zəruri məkanlarda sanitar-gigiyenik vəziyyətə nəzarət edirlər. Aparılan dezinfeksiya işlərinin əsas məqsədi insan sağlamlığı üçün təhlükə yarada biləcək həşəratların və xəstəlik törədici mikroorqanizmlərin yayılmasının qarşısını almaqdır. Deratizasiya tədbirləri isə infeksiya mənbəyi və xəstəliklərin daşıyıcısı ola bilən gəmiricilərə qarşı mübarizəni əhatə edir. Bu istiqamətdə görülən işlərin əhəmiyyəti xüsusilə yay aylarında daha da artır. Temperaturun yüksəlməsi müxtəlif həşəratların və gəmiricilərin aktivliyinin artmasına səbəb olduğundan vaxtında həyata keçirilən profilaktik tədbirlər mühüm əhəmiyyət daşıyır. Sumqayıt şəhər Dezinfeksiya İdarəsinin əməkdaşları işlərini məsuliyyətlə və operativ şəkildə həyata keçirir. Hazırlanmış qrafika uyğun olaraq şəhərin ərazisi mərhələli şəkildə əhatə olunur. Profilaktik tədbirlərin fasiləsizliyi təmin edilir. Bu isə təkcə ayrı-ayrı binaların deyil, bütövlükdə şəhərin sanitariya təhlükəsizliyinin qorunmasına xidmət edir. Görülən işlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və diqqəti də xüsusi qeyd olunmalıdır. Şəhərdə sanitar vəziyyətin yüksək səviyyədə saxlanılması, əhalinin sağlam və təhlükəsiz mühitdə yaşamasının təmin edilməsi yerli icra hakimiyyətinin diqqət mərkəzindədir. İcra hakimiyyətinin diqqəti və nəzarəti Dezinfeksiya İdarəsinin peşəkar fəaliyyəti ilə birlikdə şəhərdə sanitar epidemioloji vəziyyətin qorunmasına mühüm töhfə verir. Qarşıdakı aylarda da şəhərin müxtəlif ərazilərində dezinfeksiya və deratizasiya tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur. Görülən bu tədbirlər bir daha göstərir ki, Sumqayıtda əhalinin sağlamlığının qorunması yalnız mövsümü deyil, davamlı diqqət tələb edən əsas məsələlərdən biri kimi qiymətləndirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, nəzarəti və Dezinfeksiya İdarəsinin məsuliyyətli fəaliyyəti sayəsində bu istiqamətdə profilaktik tədbirlər bundan sonra da sistemli şəkildə davam etdiriləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.